Hamıya salam dostlar, hər vaxtınız xeyir olsun. Bugünkü videoda mən sizinlə ümumi çox traderların etdiyi səhvlər haqqında danışmaq istəyirəm. Hansının ki üzərində biz hal-hazırda işləyəcəyik və ümumiyyətlə əməliyyat açanda nəyə fikir vermək lazımdır, uzun vadədə necə qazanclı qalmaq olar və s. bunları sizə izah eləyəcəm dostlar. Bu səhvləri təbii ki eləmək normaldır, bunu biz özümüz də eləyirik. Sadəcə bu səhvləri nə qədər tez-tez eləyirsiniz, bax burada artıq o rol oynamağa başlayır. Yəni çalışmaq lazımdır ki bu səhvləri maksimum az şəkildə biz etməliyik. Baxın dostlar, ən böyük səhvlərdən biri odur ki, biz məsələn 15 dəqiqəlik time frame-ə girəndə görə bilərik ki, məsələn bizdə qiymət tutaq ki yuxarı hərəkət eləyir və biz başa düşməliyik ki, bu yuxarı gedən hərəkət əsl hərəkətdirmi, yoxsa bu sadəcə hansısa likvidliyin alınması üçün nəzərdə tutulub, yoxsa bu sadəcə korreksiyadır. Fikir verin, biz yuxarı hərəkətə başlamışıq və burada məsələn Londonda yuxarı gedib, ondan sonra biz artıq düşmüşük aşağı. Bu nəyə görə baş verib? Çünki burada banal olaraq bizdə likvidlik alınması var idi. Biz bunu hardan bilə bilərik ki, bu sadəcə likvidlik alınması idi? Dostlar, baxın, qiymət bu zonanı keçəndə FVG saxlamışdı və getdi, yenidən diapazona qayıtdı və özündən sonra saxladığı FVG-ni vurdu, keçdi və aşağıda növbəti FVG-yi yaratdı. FVG-ni yaradandan sonra şorta tərəf onu test elədi və yenidən aşağı bağlandı. Bu da artıq bizdə olur dostlar, ikinci təsdiq zonası. Sadəcə dostlar, əməliyyata girməmişdən qabaq ilk öncə xəbərlərə fikir verin. Xəbərlərə dostlar biz Forex Factory saytında baxırıq. Baxın, bu hal-hazırda gördüyünüz sayt Forex Factory-dir və burada biz kalendarı açıb, ayın tarixini seçib, məsələn bugün 13 fevraldır, bugün baş verən xəbərlərə baxa bilərik. Baxın, 17:30-da bizdə Core CPI və ümumi CPI xəbərləri var idi. Bu xəbərlər dostlar bizdə necə bir hərəkət yaradır? Gəlin biz ona fikir verək. Baxın, burada mən yaxınlaşdıramda, burada böyük bir iynəni görürsünüz. Baxın, bu CPI xəbərləri idi. Yəni bu xəbərlər dostlar, qiymət çox aqressiv şəkildə birdən-birə hərəkət eləyir və məsələn tutaq ki, əgər siz long əməliyyat açmışsınızsa, deyək ki, baxın, buralardan long açmışsınız və stop lossu qoymusunuz bura. Xəbəriniz yoxdur ki, sizdə CPI xəbərləri çıxacaq, düzdür? Belə hallarda dostlar, əgər siz stop lossunuzu lap bura qoymusunuzsa, xəbər çıxanda birdən-birə iynəsin bura atırsa, siz məsələn bura $100 stop qoymusunuzsa, siz $100 stop lossla bağlamırsınız. Qiymət atdığı ən axırıncı yeri sadəcə oradan bağlayır əməliyyatı və siz burada nəinki deyək ki $100, burada 300 də itirə bilərsiniz, 400 də itirə bilərsiniz. Yəni burada sizin stop lossunuz işləməyəcək. Yəni çünki qiymət birdən-birə hərəkət eləyir və sizin stop lossu artıq o hərəkət zamanı keçir. Yəni sizin əməliyyatınız stopla bağlanmır. Daha doğrusu stopla bağlanır, amma çox-çox uzaqda. Ona görə də dostlar, ümumiyyətlə trade eləməmişdən qabaq, gününüzü başlayan kimi ilk öncə xəbərlərə baxın. Core CPI və non-farm xəbərləri hansı ki bizdə məsələn burada olmuşdu, baxın. Bu xəbərləri görəndə bu xəbərlərdən ümumiyyətlə uzaq qaçın və 17:30-dadırsa xəbərdən qabaq artıq əməliyyatdan çıxmağınız məsləhətdir. Xəbərlərdə dostlar əməliyyatda qalmayın. Bu sizin təbii ki xeyrinizə də işləyə bilər, amma əksinizə işləsə sizin çox pis olacaq. Çünki dediyim kimi, siz düşündüyünüz minusdan qat-qat daha çox itirə bilərsiniz. Ona görə də fon şirkətləri xəbərlərdə əməliyyat açmağa icazə vermirlər. Çünki sizin deyək ki, günlük limitiniz var $2500 və yaxud da ki, deyək ki $500 və siz hesablamısınız ki, mənim burada stop lossum $450-dır, okey $50 zapas saxlayıram, amma xəbərlər çıxanda sizi birdən-birə $700 minus eləyə bilər və sizin hesabınız çox gözəl şəkildə yanacaq. Eyni ilə də lap olsun real balansınız. Ondan əlavə dostlar, xəbərləri qoyaq bir kənara. İnsanların çoxları ard-arda minus etdikdən sonra sadəcə bazara qisas hissi ilə gəlirlər. Yəni sadəcə əməliyyat açmaq istəyirlər ki, itirdikləri pulları bərpa etsinlər. Məsələn, qiymət yuxarı gedir aqressiv şəkildə və buradan deyək ki, hərəkətin davamına sadəcə long girirlər, deyək ki, və stop lossu qoyurlar, deyək ki, bu iynənin axırına. Amma nəzərə almırlar ki, qiymət buradan qalxmamışdan qabaq özündən sonra böyük FVG saxlayıb və ən azından biz Fibonacci ilə götürsək, deyək ki, son nöqtədən qiymət 618-lərə qədər korreksiya verə bilər. Bunu əslində trader başa düşür çox gözəl. Sadəcə bu əməliyyatı açanda onu artıq emosiyalar idarə edir və o bunu həmən anda başa düşmür və əməliyyatı açır, bir stop olur, dalınca yenə açır, yenə stop olur və onun balansı
balansı yanandan sonra, deyək ki, hesabı tam olaraq yanandan sonra o belə bir mənzərə ilə qarşılaşır. Hansı ki, qiymət onu stop eləyəndən sonra başladı getməyə yuxarı və bu artıq ona çox pis təsir eləyir. Çünki o başa düşür ki, bu sadəcə korreksiya idi. Burada lazım olan sadəcə o idi ki, biraz səbirli olub qiymətin korreksiya verməsini gözləmək lazım idi. Belə səhvlər dostlar həddindən artıq tez-tez baş verir. Ona görə də çalışın ki, bir neçə ardıcıl stop aldıqdan sonra ya ümumi olaraq həmən günü əməliyyat açmayın, ya da ki, heç olmasa bir neçə saat özünüzə fasilə verin. Çünki əsəbi halda bazara girsəniz dostlar, siz həmişə belə bir səhvlərlə qarşılaşacaqsınız. Baxın, dediyim non-farm xəbərləri. Görürsüz, aşağı iynə, yuxarı iynə. Fikir verin, bu iynə gedib bizdə yuxarıda qalan likvidliyi tam olaraq yığıb, burada bizdə aşağıdan yuxarı girənləri çıxardıblar. Yəni dostlar, ona görə non-farm xəbərlərində və yaxud da ki, core CPI olsun və s. bu halda dostlar əməliyyata girməyi sizə qəti şəkildə məsləhət görmürəm. Biz burada çox gözəl bir hərəkət görürük, hansı ki, bizdə qiymət likvidliyi ilə işləyir, ondan sonra düşür aşağı, yenidən likvidliyi ilə işləyir və düşür aşağı. Burada Aziya New York'un son qalan likvidliyini işlədi və əlavə olaraq FVG-nə doldurdu, düşdü. Burada da dediyim kimi biz çox gözəl şəkildə düşürdük. Burada isə yuxarıda həddindən artıq çox likvidlik qaldığından sadəcə non-farmda bütün oyuncuları oyundan çıxartdılar və sonra çox gözəl şəkildə düşdülər aşağı və aşağı hərəkətə davam etdilər. Yəni dostlar, bazarda belə bir şeylər var və bunları həmişə nəzərdə saxlamaq lazımdır. Əlavə olaraq da bir şeyi tövsiyə eləyərdim ki, əməliyyat açırsınızsa və müəyyən bir itkiniz varsa və deyək ki, siz 5 lotla buradan girmək istəyirsiniz, amma stop loss yeriniz buradır da, deyək ki, stop lossunuzu bura qoymaq istəyirsiniz və sizdə 5 lota burada artıq $1000 göstərir və sizin sistemə uyğun deyil. Siz stopunuzu aşağı salıb sırf 500 olsun deyə stopunuzu aşağı salmalı deyilsiniz. Stopunuz qoy ilk öncə düşünülən yerdə olsun, təhlükəsiz yerdə olsun. Sadəcə dostlar, lotu biraz azaldın. İnanın ki, bu halda siz daha çox take profit əldə edəsiniz. Nəinki, məsələn, stopu belə yerlərə qoyub sadəcə böyük lotla girib dəqiqə başı stop olmaqdansa. Yəni, stopu konkret olaraq yerə qoyun, sonra lotu artıq ona uyğun hesablayın. Çünki əks halda siz tez-tez stop loss olacaqsınız və ümumiyyətlə gəlir görməyəcəksiniz, nəinki take profit. Ona görə də dostlar, dediyim kimi ilk öncə analizə böyük time frame ilə başlayın. Görün biz hardayıq, hara hərəkət edirik. Görürsüz, %GPI-də biz çox böyük bir düşüş yaşamışdıq 4 saatlıq time frame-də və gəldik son qalan FVG-yə, hətta yuxarıdan aşağıya biz hesablasaq 618 zonalarına korreksiya verib oradan bir neçə günə sadəcə düşmüşük yenidən aşağı və hal-hazırda biz aşağıya doğru hərəkət edirik. Yəni burada nəyə görə hal-hazırda yuxarı bir əməliyyat axtarasan. Burada əksinə gözləmək lazımdır ki, qiymət yuxarıya gedib korreksiyasını versin və buradan yenidən artıq short əməliyyatları axtaraq. Çünki gördüyümüz kimi qiymət yuxarı gedəndə çox əzab çəkir, aşağı gedəndə isə çox tez gedir. Bunu biz burada da görə bilərik, burada da görə bilərik və burada da görə bilərik. Burada da görə bilərik. Yəni qiymət aşağı çox rahat şəkildə düşür. Çünki bizdə hal-hazırda dostlar trend shortdur. Long burada bizdə sadəcə korreksiyalardır dostlar. Ona görə də bu şeylərə həmişə fikir verin. Məsələn, burada bayaq sizə göstərdiyim nümunə. Hərəkətin davamına deyək ki, girmisiniz, okey, amma xəbərlər sizi sadəcə baxın bu iynə ilə çox pis şəkildə stop eləyə bilərdi və qat-qat daha çox pul itirəcəydiniz. Normalda məsələn bura $100 stop qoymusunuzsa, okey, deyək ki, qiymət aşağı getməyə davam elədi, sizi stop elədi, heç bir problem yoxdur. Amma xəbərlərdə stop olsaz dostlar, siz düşündüyünüzdən qat-qat daha çox pul itirə bilərsiniz. Ona görə də bu şeyə fikir verin həmişə. Əlavə olaraq da dostlar, çalışın ki, bir valyutada ilişib qalmayasınız. Bir valyuta ilə işləmək çox əladır. Amma bizdə baxın, belə bir situasiyalar baş verir. Qiymət deyək ki, müəyyən bir zaman sadəcə gözəl şəkildə hərəkət edirdi, sonra başladı bizdə getməyə konsolidasiya. Yəni qiymət yığılmağa başladı. Baxın, bu yığılmalarda dostlar siz pul itirməyə başlayırsınız. Bəlkə də bütün balansınızı sadəcə baxın bu konsolidasiyalarda itirirsiniz. Sonra isə bizdə əsl hərəkət başlayır, deyək ki aşağı. Və hal-hazırda mən Evroda görürəm ki, bizdə yenidən yığılma gedir. Biz yığılmadan çıxdıq, yığılmaya düşdük, aşağı düşdük, yenidən yığılmaya düşdük. Yəni
Hal-hazırda mən evroda məsələn əməliyyat açmıram. Ona görə belə bir şeylər görəndə dostlar, valyutanı sadəcə dəyişin və gözləyin ki, o birisi valyuta özünə gəlsin. Məsələn, mən funt USD-də baxanda burada struktur daha gözəldir, nəinki evro USD-də. Eyni ilə də yüzdə GPI-da. Yəni görürsüz, biz konkret olaraq short gedirik. İndi bəlkə buradan qiymət başladı qayıtmağa, o heç. Amma hal-hazırdakı struktura görə dostlar, bizdə qiymət short hərəkət edir. Yəni buna diqqət yetirmək lazımdır dostlar. Həmişə birinci trendə fikir verin, əməliyyatı sonra açın. Belə problemlərlə qarşılaşmaq istəmirsinizsə və bunları sadəcə çox gözəl şəkildə öyrənmək istəyirsinizsə, bizim möhtəşəm təlimimiz var. Hansı ki, həftə sonları canlı dərslər də keçiririk, sual-cavablar olur və sair olur. Kurs haqqında tam olaraq məlumatı yuxarıda hal-hazırda qarşınıza çıxan videoda saxlamışam. Əgər maraqlı olarsa, Instagramda bizə yazıb məlumat ala bilərsiniz. Hər birinizə uğurlar dostlar. Ümidvaram ki, tradingdə bundan sonra uğurlu əməliyyatlarınızın sayı həddindən artıq çox olar. Hər birinizə uğurlar.